Saz Söz Məclisinin bugünkü qonağı istedadlı bir xanım aşığımızdır. Ləman Mirzəyeva. Ləman Mirzəyeva artıq neçə illərdir ki, bizim məclislərdə gəlir, iştirak edir. Onun səsi, nəfəsi, çalğı tərzi, ümumiyyətlə, ifa tərzi həmişə bizim ürəyimizdən olubdur. Mən düşünürəm ki, Ləman Azərbaycan xanım aşıqlığının gələcəkdə ən istedadlı, gözəl örnəklərindən biri olacaq və düşünürəm ki, həm də müəllim kimi, gözəl bir musiqi, saz müəllimi kimi diqqətli olacaq. Bu ifalar da yeni nəsillərin formalaşmasına kömək edəcək. Amma qızımızın özünün ifası, repertuarı, musiqi və söz repertuarı tam yerindədir. İnşallah daha da inkişaf eləmiş olacaq. Meydanı ona verirəm və qardaşımız Ələkbərdən də, ustadımızdan da xahiş edirəm ki, aşığımıza bir nizam yaratsın və ikisinin gözəl ifası yaddaşlarda qalsın. Meydan sizin. Öncəliklə mənə bu şəraiti yaratdıqlarına görə başda Məhərrəm müəllim olmaqla Aşıqlar Birliyinə təşəkkürümü bildirirəm. Və əlbəttə bugün ifamı da sizə göstərəcəm. İlk havamız Başşubeyti havası Abbas Tufarqanlarının sözləri üstündə. Namaz
üstündə oxuyacağım. Yar yanında günahkaram, doğru sözüm yalan oldu. Yeriş etdi qəm ləşkəri, könlüm şəhri talan oldu. Göyün üzü gözəlləşir. Camalına heyran qalan ayın özü gözəlləşir. Bəli, gözəlləşir rədifli Gəraylımız Orxan Paşanın şeiridir. Bu şeir üstündə Şaqay Gəraylısını ifa edəcəm. Aşığına
qışda oylağım, yazda seyrangahım bu dağlar mənim. Köçürüb elləri, payız ayları, gözüm könlüm görüb bu ağlar mənim. Bəli, Aşıq Ələsgərin kiçik qardaşı Çoban Məhəmmədin bu gözəl şeiri üstündə yüngül, şərili havası ifa edəcəm. Başlayaq. İfa edəcəyim iki havanı Aşıq Ələsgərin, Dədə Ələsgərin sözləri ilə oxuyacağım. İndi ifa edəcəyim Ovşarı havasını Öldürür şeiri ilə, digər havamızı isə yenə Aşıq Ələsgərin Gözələ şeiri ilə oxuyacağım. Başlayaq Ovşarıya.
canım canımla yara kurban eylerem ay ay giden yare ey behli kalbim ay balam 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 ay canım canım canım. Bugünkü məclisimizin yekununu Baş müxəmməs havası ilə vururam. Aşıq Ələsgərin Gözələ müxəmməsi ilə havamıza başlayaq.